Bir alim deyir ki, bir nəfər gəlmişdi mənim yanıma, Allahın inkarına dəlillər gətirmişdi. Allah yoxdur filan səbəbdən, filan səbəbdən, filan səbəbdən. Dedim ki, gəl mən neçə dənəsini də mən əlavə edeyim sənə. Çünki sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Allah belə bir varlıqdır ki, onda şəkk eləyəsən. Bu sözü yaxşı açmaq lazımdır. Allah elə bir varlıq deyil. Nəyəsə şəkk elədinsə Allah deyil. Şübhə elədinsə Allah deyil. Allahı özümüz vasitəsilə tanıyaq. Allahı özümüz vasitəsilə tanıyaq, yəni özümüzə baxaq. Özümüzə baxdıqda, bu fəlsəfə dərsi deyil, amma da girişmişik mövzuya gələcək. Özümüzə baxdıqda ilk başa düşdüyümüz nədir? İlk başa düşdüyümüz varlığımızdır. Özümüzə baxdıqda başa düşürük ki, birincisi, biz varıq. Mən varam. Mənin dəlillə ehtiyacı yoxdur. Dedim, Allahın dəlillə ehtiyacı yoxdur. Allahda şəkk olunmaz. Elə deyil ki, hardan başlayırıq? Məndən. Mənin dəlillə ehtiyacı var, mən varam. Və yaxud da mənə şəkk eləmək olar. Bəziləri eləyib, amma da mənə hər şeyə də şəkk eləsin, mən varam. Mənə şəkk eləmək olmaz, düzdür? Özün haqqında ilk mərifət budur ki, mən varam. İşarat kitabı var İbn Sina'nın. Orada fəzada aslı insandan danışır. Ustad ilahi var, deyir ki, bir adam 2 kitab oxusa İslam fəlsəfəsini bilir. Bir Farabinin Fusul hikməsini, bir İbn Sina'nın işaratını. Bunu oxusan İslam fəlsəfəsini bilirsən. Ondan sonra deyir ki, çox kitab oxumaqla deyil, çox kitab oxumaq bəzən adamı savadsız edir. Çox kitab oxumaq savadsız edir adamı. Adam faydalı az kitab oxusa savadlı olur. Faydalı az. Beyni məlumatla doldurmaqla deyil. O mənfi təsir olur insana. İbn Sina həmin kitabda deyir ki, fəzada olan insan, fəzada asılı qalan insan. Deyir ki, təsəvvür elə insan bir fəzadadır, nə isti var, nə soyuq var, nə acdır, nə susuzdur. Heç bir təəssüratı yoxdur. Heç bir təəssüratı yoxdur. Heç bir təəssüratı yoxdur. Heç bir kənar təəssürat olmasa da, deyir, biləcək yenə ki, mən varam. Düzdür? Təsəvvür ediniz. Bu mən o qədər aydın şeydir ki, bunu məsələn bu vasitə ilə hiss eləməzəm. Mən acam deməli mən varam. Mən huzuri bilgidir. Yəni mən artıq sən varsansa o haqda məlumatım var. Kənardan nəysə dəlil tapmırsan özünə, düzdür? Vasitəsiz. Deyir, insan bax belə dəlilsiz Allahı da tapa bilir.